Ve aleyküm salam arkadaşlar. Sayfa 7, 11. sınıf. Sayfa 7, 12 Aralık. Oradan buradan soruşacağım. Dikkatli olun. Her vaxtınız xeyir olsun. Kəmər, qayış və yaxud kəmər və qayışla neysə bağlamaq, harasa birləşdirmək, bərkitmək. Əla. Şəffaf. Şəffaf. Bu da düz. Proqnoz vermək. Sinonimlərini də nəyin sinonimi bilirsinizsə yaza bilərsiniz, narahat olmayın. Predict eləmək, foretell eləmək, foresee eləmək, hamısı düzdür. Zərrə, zərrəcik, zərrə, zərrəcik. Düzdür. Şiddətli, zorakı, təcavüzkar, agressiv, nə bilim nə, violent. Əla. Deməli, bunun dalğa, dalğalanmaq, bir də əl yelləmək mənası olmalıdır. Dalğa, dalğalanmaq, əl yelləmək mənası olmalıdır. Bəli, tu ilə işləndə əl yelləməkdir, belə wave'dir sözümüz. Yerini təyin etmək, yerini görmək, yeri, məkanı, nə bilim, belə deyək də, mənaları var. Sizə mən nəsə atmışdım, tapa bilmirəm ki onu. Hara atmışdım? Essential vocabulary atmamışam sizə arkadaşlar. Ben niyə tapmıram onu? Maraqlıdır. Neysə. Faza, mərhələ. Çünki elə bil oradan da nəsə vermişdim. Hə, tapdım. 20 dənə söz vermişdim, səhv eləmirəmsə. Bəli. Şey verməmişdim. Atmamışdım. O da elə bir ağlımdaydı. Kitabın adı nə idi ay Allah? 504. Hə, əla, 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 əla. Qəşəng. Super, gözəl. Ondan sonra əgər, düzdür, çox önəmli deyil, bu zat oradakı sözdən çoxsu var. Keçirik. Okay. Propose eləmək. Yox, 504'ü deyirəm, sadəcə 504. Propose, bəs propose to nə deməkdir? Propose to. Propose to. Bəli, evlilik təklifi eləmək. Tamam, oradan buradan dedim, daha az qala hamısını soruşun. Takıntılı olmaq. Takıntılı olmaq. Şəhər, şəhərlə əlaqəli. Şəhər, şəhərlə əlaqəli. Və ingiliscə deyim, steady. Bax, zərfini soruşmuram. Steady.
Bax, deyirəm ki, zərfin soruşmuram. Sifətdir bu. Sabit, dəyişməz, steady və riskə atmaq. Çönül xanım yazıb ki, müəllim hansı sözləri soruşur? 11-ci sinif səhifə 7, 8, 9, 10, 11, 12-ni vermişdim. Qrupda da var 11-ci sinif. Qadağan eləmək. Düzdür. Uzanıla, uzadıla bilən. Düz. Şirinlikləşdirmək, yoldan çıxartmaq, tırqalamaq, eşq olsun Çönül xanım. Tempt eləmək. Tempt ümumiyyətlə nəyəsə meyillənmək, meyil göstərmək. Tempt. Məşhur. Ben buradakı. Tamam. Ben buradakından xoşum gəlir. Yazdıqlarınız, bəli. Iconic. Iconic. Ay falan kəs. İnanılmaz, möhtəşəm, yəni inanılmaz, wow eləyirsən. Yırtıcı, vəhşi, ama canavar tuşlar demiş. İsimdir, bəli, Predator. Spectacular, mind-blowing. Çöllük, biyabanlıq. Bir şeyin şotuna, hesabına. Senin fikrini yayındıran şey. Senin fikrini yayındıran kəs. Yani bu insan da olabilir, bu eşya da olabilir. Distraction. Ama distractor sözü de var. IELTS'da istifadə edenler yəqin ki bilirsiniz. Dezavantaj, mənfi tərəf, mənfi cəhət. Yaxşı olacaq negative side yox, elə drawback, con. Bunlardan istifadə edək writingdə. Yanlış yorumlamaq, yanlış yani şərh versənə yanlış yozursan, yorumluysan belə deyək. Misread. Misunderstanding o yanlış anlaşılma demək. Evdə qalan qız. Xanım. Bəli, miss. Özüm belə deyirəm. Həyatınıza dəyməsin. Əsas da burada 3 arkadaş var. İstənilməyən, arzu olunmaz, arzu edilməz. Baba jale. Baba jale. Onların içinden birinci gelen jaledir. Yani bunu öngörü olarak deyirəm. Olanda jale deyərsən, təbrik eləyərəm sən. Hə. Məsələn, hiss eləyirəm. Tokdan çıxartmaq. O bir arkadaşlar amin demir. Heç də baş istəyirəm ki, gözəl gələcəyiniz olsun. Bəli, unplug eləmək. 7, 8, 9. İngilizcə soruşmalıyam. Set aside, put aside, store, save up. Amen. Amen. Urge eləmək. Urge. Yaxşı mənada. Elə yazdıqlarımız okeydir. Gossip. Buna Qasım da deyə bilərsiniz. Gossip. Bəli. Backbite nədir? Backbite. Backbite. Elə o da. Arxasıca danışırsa. Rumor nədir? Rumor. Xahiş edirəm yeni videolarımı like, share eləyin. Kanala abunə olun. Təşəkkür edirəm. Bəli, şayiə deməkdir. Pull yourself together. Bu nədir?
Pull yourself together. Hatta gather yourself. Bu da var. Səhvləmiş. Da. Ruin. Ruin. Chit chat. Chit chat. Drained. İd ilə. Drained. Düz. Nerve-wracking. Nerve-wracking. Düz. Bəlkə də elə demişik videoda, məşəqqətli, zəhmətli mənası budur. Recharge your batteries. Recharge your batteries. Reserved. Reserved. Düz. Uninspired. Uninspired. Okay. Hurtful. Hurtful. Yəni üzücü, belədir. Distortion. Distortion. Banish. Aha. Contagious. Contagious. Okay. Infectious'dan sinonimdir. Engaging. Engaging. Inauthentic. Inauthentic. Aha. Worthy. Worthy. Düz. Carry on. Carry on. Carry out. Burada yoktu, özür dilerim. Carry out. Okay. Predict sinonimlərində yazın, mənasını da yaza da bilərsiniz, yazmaya da bilərsiniz. 20 dənə söz soruşam. Predict eləmək. Tamam. Bu anticipate səhv eləmirəmsə, keçən il düşmüşdü. Keçən il ya o biri, bu 100% düşmüşdü. Bilməm, definition'lar yoxsa sinonimdəydi, düşmüşdü. Exploit eləmək. Nərgiz xanım, söz çoxluğunun sizə zərəri yoxdur. Tam tərsi, söz çoxluğunu bilmədiyimizdən dolayı, bax, imtahan nəticələrimiz leksik tərəfdən aşağı olur. Ona görə narahat olmayın. Nə qədər öyrənə bilirsiniz, öyrənin. Bəli. İsmail, abuse. Burada səhv yazıb, abusive yox, abuse olmalıydı. Şey vermişim ona. Indicate. ChatGPT'nin canı sağ olsun. Indicate.
Misuse vesaire veya laf. Hem de tam suistifa edilme değil misuse. Yani neyse. Okay. Claim. Claim. Aha. Happen. Apply. Initiate. Initiate. Abstain from. Abstain from. Maintain. Yes. Relieve. Relieve. Fundamental. Ambiguous. Ambiguous. Vulnerable. Vulnerable. Profound. Profound. Desperate. Desperate. Proper. Proper. Permanent. 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 Convenient falan değil. Permanent, daimi, hemşeli, uzun müddetli, ne bileyim böyle bir şey. Controversial ya da controversial. Notorious. Ve efficient ya da efficiently. Ve en muhteşem səhnəyə xoş gəlmişik. Artificial. İndi bəzilərinin içində sinonimi var, bəzilərinin içində antonimi var. Çox sizə çox lazım olacaq, çox önəmli bir şeydir. Qoşulmayanlar uduzdular. Bəli. Antonimdə yazsaz sevinərdik. Evolved ya da idisini götürsək sadəcə evolve eləmək də yaza bilərsiniz. Evolve eləmək. İdin götürəndə zaten feildir. Tak ki, sözün kökünü bilmək daha yaxşıdır. Bu necə oxuna bilmirəm. Herhalde futuristic oxunmaz, futuristic deyirik biz. Ya bunu hələ futuristic deyək. Baxaq görək necə oxunacaq. Həmişə AI-da şəkil düzəldəndə falan bu futuristik söhbəti eləyir orada. Concept, bəli, futuristic. Futuristic düz demiş. Strange, very modern. Okay, advanced. Concept. Okay, recommendation.
Embedded. Bizimkiler de var. Embedded questions. Embedded. Okay. Vast. Görürsünüz, bir dənə qeyri-adi söz yoxdur ki. Sizin çoxsu sizin sözlərindən bildiklərimiz. Belə də YDS, bu YD, bayaqki YDS idi. Bu da normal İngilis dilinin inter, upper, C1 arası sözləridir. Yəni bilmək lazımdır, çünki qabağınıza çıxacaq. Vast. Tamam. Mimic. Ümid edirəm. Elə də oxunur. Human reasoning. Reasoning. Human reasoning. Düz demişik. Yəni məntiq deyək buna. Ağıl deyək, logic. Concern. Concern. Privacy. Privacy. Misuse. Misuse. Inequality. Inequality. Bəli, bərabərsizlik. Feodalizmdə falan keçirdik tarixdə yadınıza gələrsə. Hiring tools ölkələr arasında, nə bilim, cəmiyyətdə. Hiring tools. Çalışın, sinonim yazanda, antonim yazanda bildiklərinizi yox, təzə öyrəndiklərinizi, yadda az qalanlardan yazın ki, xatırlamağa çalışasınız ki, beyin onu tutub saxlasın. Bildiklərinizi yazsınız da tamam, onu məşq edirsiniz. O biri, bu bədbəxtlərin məşq edir. Məsələn, disparity, az qabağınıza çıxandır. Imbalance, belə tuta bilirsiniz. Amma az qabağınıza çıxanlardan, anlatabildim mi? Az çıxdığına görə az bilirik. Ona görə onları birinci qabağa atın yazanda ki, daha yaxşı yadınızda qalsın. Unintentionally. Unintentionally. Biases. Yəni bias. Qərəz. Ön yargı deyək buna. Challenge. Challenge. Framework. Framework. Regulate. Regulate. Responsibly. Yəni responsible sözünü zərf forması. Responsibly. Bu birisi conscientious. Conscientiously. Belə oxuyunuz. Conscientiously. Conscientiously yox. Conscientiously. Guide. Guide eləmək. Okay. Define. Bu, indi bu da fail formasındakı bütün şəxsləşinə S-dən bərabər. Yəni define, defines edir. Yəni define. Çünki Səidə xanımın üstünə vurmuşsunuz ona görə. Xahiş edirəm Səidə xanımdan üzr istəyin. Şaka yapıyorum. Təzən obratını geri söyleyin ki olmasın. Da. Ha, o atanda. O da Səidə xanım sizdən üzr istəsin. Neyiniyim mən tabi? Başqa deyə biləcəyim bir şey yox.
Səhvən sizin üstünüzə belə adınızın üstünə vurub ona görə. Oy, Xəyalə xanım, sənsən bacı. Impact on. Bəli, kompromisə gedin. Bu günlükdür. Yola verin, gələn dərsdən barışarsınız. Impact on. Conscientious. İki tərəfdən də ş oxunulmuş. Conscientious. Eşq olsun. Üzr istədim bəs. Obsolete. Heç də olmaz. Sən istə, nə olacaq? Obsolete. Bəli, bu qəşəng sözdür. Bir də recruitment. Ümid edirəm düz olur. Recruitment. Recruitment. Onun da oxunuşuna baxaq. Recruitment. Keçək o biri tərəfin sözlərinə. Sonra səhvlərinizi deyərsələ tələsməyin. Ha, nə qəşəng, nə qəşəng. Exhausted. Heç 504 oxumaya ehtiyac qalmır. Exhausted. Düzdür. Tired. Heç də olmaz. Yadda qalacaq. Bax, yaddaşınızı möhkəmləndirmək istəyirsiniz. Sadə primitiv bir şey. Gecə yatanda səhər tezdəndən durandan nə eləmisiniz? O hadisələri xronoloji ardıcılıqla bir-bir yadınıza salın. Hətta danışın. Üzr istəyirəm. Kalan ne diyeceğimin başından ne cevapla neyini deli danışır öz sözüne. Ha. Arkadaşlar o həqiqətən beyni məşq elətdirir. Zarafat eləmirəm. Yəni boş şeylər demirəm. O qədər eləyəsiniz ki, o qədər deyəndə də müəyyən məşq eləyirsiniz. Məşq nədir? Nətər deyim? Yəni beyin də bir əzələdir də. Yəni sən onu məşq elətdirməsə, o inkişaf eləyən deyil. Anlatabildim mi? Böyle hər gün 10 kilo qaldıranda sabah 20 kilonu qaldırasın. Çünki güc gəlir. Məşq edirsən, əzələ böyüyür. Beyin də düz başımız yekəlməyəcək, narahat olmayın. Elə şeydən qəti şəkildə narahat olun, başınız falan yekələn deyil. Amma beyniniz inkişaf eləyəcək. Anlatabildim mi? Ən azından heç olsa onu eləyin. Sonra deməyin ki, imkan olsa, bəli, 504'ü də arada ataram. Zaten təkrar olacaq. Oradakılar 99 bəlkə də hamısı burada biz sizdən işləyəcək. Orada işləməsəydi olar. Çünki imtahana qədər bunları mən sizə o qədər eyni şeylə o qədər gedəcək, o qədər söz gedəcək ki, yəni eyni şeylə o qədər təkrar olacaq. Çünki 500'də ehtiyac qalmayacaq. İngilis dili 504 dənə sözdən ibarət deyil. Prost əlavə deyirdim ki, atardım. Nə bilim, baxarım. Kim istəyər atarım qrupa, şey deyərsin. Sonra imkan olar, vaxt olar, işləyərik. Barely. Link göndərilmir ki, Sevinç xanım. Link bir dəfə atılır, bir aylıq linkdir, qrupdadır və səhv eləmirəmsə pin edilibdir. Qrupda girəndə görürsünüz. Material atılan qrupda səhifənin, yəni qrupun yuxarı hissəsində görürsünüz. Link kod hər dərs eyni linkdən qoşularsınız. Amma bir ay müddətindədir. 11-dən deyəsən 11-i yoxsa 12-sinə qədər mayın o link aktivdir. Hər ayın linki sadəcə dəyişir. Bir ay müddətində eyni linkdən qoşulursunuz. Leave a note. Leave a note. Eşq olsun. Rearranging. Rearrange eləmək, yəni rearrange eləmək. Rearrange eləmək. Bəli, burada məsələn leave a note, drop a line. Çox gözəl söz. Yəni sabah biz mənə mesaj atarsan da, mesaj yazarsan da biz onu ingiliscə necə deyək? Please write a message to me. Dədə baba zaten ya text a message deyin ya da beləsinə deyin. Yəni nə qədər natural çıxsa, yəni dilimiz, o qədər ingiliscəmiz yuxarı olar. Mattress. Bu Azərbaycanca da var. Prosta axırıncı sözü dəyişirik. Bəli, matrasdır bu. Advanced. Amerikanca advanced. Significant.
Yaxşı, significantly eləyəcəm. Çünki zərf kimi işlərində tamamilə fərqli mənaya gələ bilir. Ya da biraz fərqli olsun. Emotional. Emotional. Aha. Comprehension. Görürsünüz? Qeyri-adi tək-tük sözlər var. Yəni əksəriyyət bildiyiniz və lazımlı sözlər. Comprehension. Bunları öyrənin, sabah gedin IELTS-a da hazırlaşın bu sözləri bilsəz. Problem deyil. Deməmi gedin IELTS-da partladasınız. Yəni bu sözlər zaten orada bold. Remains. Remains. Evet. Ha, bu indi üçün şəxs təkindəki. Bir də var remains isim kimi qalıq. Cəmli işlə, o başqa. Elə bilim olur. Surpass eləmək. Bu qardaşa gərək deyim ki, mən gərək ona sözün kökünü yox, kökünü atım. Yəni şəkilçilə atmayım. O yazıq da çaşır. Surpass, qabaqlamaq, üstələmək, keçmək. Məsələn, sən keçin o geridə qaldı, sən onu keçdin, yəni o anlamda. Ongoing. Ongoing. Təbii ki, elində niyə eləmişsiniz? Qoyduğum nə qədər oldu? Unlike 3000'i keçdik. Hamısı sizlərin sayəsində gəlin. Bəli, limited. Limited. Düzdür. Bu finite'ı öyrənək. Allah sizə infinity nəsib eləsin təzələrindən. Infinite, finite. Amin. Unlike. Görsən, heç biri buna amin demədi. Özdə infinity fx 80. Qiyməti 250.000, 300.000 arasıdır. Səhv eləmirəmiz. Niyə? Allah nəsib eləsin, siz də satın, gedin evdən, işdə, başqa bir şey eləyin də. Məcburda infinity sürəsiz. Digital detox. Bunu görəndə elə bildim xanımlara aid bir şeydir. Sən demək əlaqəsi yoxmuş. Ha. Hər şey xəyaldan başlayır. Digital detox. Çəkin yeməkləri paylaşın. Patladasınız 1 ildən, 2 ildən sonra görəsiniz ki, prosta adlarını ingiliscə yazın. Görəsiniz ki, bütün dünya baxır. Oradan qəşəng pul qazanarsınız. Increasingly. Increasingly. YouTube'u deyirəm. Overwhelmed. Overwhelmed. Qeyri-adi istedadınız, bacarığınız varsa, çəkin YouTube'da qoyun. Müəyyən kütlə yığandan sonra keçərsiniz, monetize eləyərsiniz, pul qazanarsınız. Azərbaycan kütləsi yox, qlobala. İngiliscə yazın ki, qlobala çıxsın. Constant. Heç onda müəllim olmaq, işləmək ehtiyac qalmayacaq. YouTube'dan hazır pul gələcəksə. Constant. Asandır. 1 ildən sonra Jale xanım, görüşürüz. Onda deyəcəm ki, gərək sən də başlayaydın 1 il qabaq. Grup deyəndə kanalı açmışam fevralda. Üstünə düşmüşəm martda. 1 aydır. 1 ayda 2800-dən çox abunə gəlibdir. 3000'i keçdi uje. Hazırlayın, İngilizcə hazırlayın. Hər şey əlimizdədir də. Hər şey əlinizdədir. Endless. Endless. Gələ. Ha, Jale. Əlindən gəlmin, ayağından gəlsin. Nə bilim, bir şey fikirləşərsin. Okay. Scrolling. Scrolling. Bu söz məktəb kitablarında da var idi. Ona oxşar bir dənə də başqa bir söz də var idi. Addiction.
Addiction. Bəli, o mışqanın koyacaqlar. Sən o pulu gətirəndən sonra Hacı, komandir də elə dəstək olacaq. Başına dönəcək, çay süzəcək, ayaqlarını yuyacaq, hər şey eləyəcək, narahat olma. Pul, əsas məsələlər pulla eləyir. Yəni narahat olmayın o şeydən. Addiction. Elə romantik olacaq, elə romantik olacaq ki. Yəni sən verdiyin pula sənə gül alacaq, maşın alacaq. Elə qəşəng olacaq. Addiction. Dedik bunu. Deliberate breaks. Ya. Elə deməyim. Həyat müştərək. Deliberate breaks. Aha. Bir də under pressure. Break ümumiyyətcə fasilədir. Deliberate də bilərəkdən deməkdir də yəni. Məsələn, dərs oxuyursan, telefona bir dənə mesaj gəlir. Yəni sən bunu bilərəkdən eləyirsən. Sən telefonu görürsən, qurtdalayırsan onu məsələn. Bu nədir? Bu deliberate break. Yəni, dərsini qoyub gedirsən mesaja cavab verməyə. Təzyiq altında, bəli. Enhance eləmək. Enhance eləmək. Interface eləmək. Daha önce interface eləsə sorry. Esi gördüm. Interface deyirlər də buna nədir? Belə o istifadəçi paneli. Highlight eləmək. Bu eləməkdir artıq. Nə deməkdir? Məsələn, idarə etsəm, ujas deməyim də. Fantastik kinolara baxsan, kosmik gəminin içində belə düymələr, zatlar falan oturur oradan idarə eləyir. Məsələn, o paneldir də, o interface gedir o. Sən telefonu hardan idarə eləyirsən? O da onun interface'i gedir. Ekranı olsun, nə bilim nəyi olsun. İnternetdə Google'a yaz interface gir imicə, gör nələr göstərir orada. Bəlkə Cəhəl müəllim səhv deyir. Highlight, okay. Benefit. Benefit. Burada da sinonimdir, antonimdir. Onları mən özüm vermədim, səhv eləmirəm. Yoxsa vermişəm, bilmirəm. Yəni xatırlamıram. Dedim özünüz taparsınız. Unplug demişdik. Handle. Okay, handle. Preserve, reserve, conserve. Tamam. Deteriorate. Deteriorate. Contain. Contain. Tam Azərbaycan dilində burada ya belədir, amma yəni məsələn filan şey otaq ya da nə bilim ailə contains 3 people. Yəni ailədə 3 adam var. Belə hərfən belə çıxır. Valuable, worthy, valuable, precious, priceless. Okay. Specialized. Specialized, expert, professional, pro. Professional sözünün qısa forması pro'dur, bunu yadda saxlayın. Kinolarda zaten çox işlərsiniz. Archive. 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 Archive değil mi? Archive. Archive değil, archive. Sacred. Yəni də bax, şübhələndiyimiz hər şeyə baxmaq lazım arkadaşlar. Ərinməyək, tənbəllik eləməyək. Sacred. Break into. Oh, archive de archive diyorum. Archive. Okay. Sacred. That is scholar. Scholar.
Rest. Rest. İndi cəmdə demirəm də mən. Interpret. Interpret. Invention. Revolutionize. Fiili deyirəm. Pass down. Pass down. Break into-nu dedik səhv eləmirəmsə. Intrude eləmək deməkdir o. Həmin o icazəsiz intrude eləyənə də intruder deyirlər. Nədir o intruder? Kino da olmalı elə bir şey. Frustrated. Frustration. Frustrating. Protection measures. Protection measures və the alarm went off. Yəni go off. İdiomları da soruşum. Gör nə qəşəng. Baba ChatGPT gör nə qəşəng. Demişəm qaqaba burasını belə düzəlt, orasını elə də. Gör nə qəşəng düzəldir. Sağ olsun. Oğlana eşq olsun. Bite the bullet. Bite the bullet. Bəli, sinə gəlmək daha qəşəngdir. Elə bir mahnı da var. Hit the road, Jack. Hit the road, Jack. Qəşəng mahnı. Break the ice. Görürsünüz, tərcüməsinə baxmadan, yəni mənasına deyək də, çünki bundan tam tərcüməsi olmur. Elə sözlərin özündən tuta bilirsən hardasa. Bu daha çox dəstə olur, bu break the ice eləyirsən. Ola bilər sən çəkinir, uşaqlar çəkinir. Əvvəlcə o warm up eləyəndə çox lazım olur, break the ice. Spill the beans. Türklər demiş, dökül bakalım bu söhbət. Bizimkilər ancaq İngilis metodikasını fırlayıb, eləyib, curriculum və bütün fənlərə işlədirlər. Buzqıran, mən buzqıranı bilirdim. O dənizlərdə olur, Arktik qurşaqda zatda istifadə edirlər. Buzları qırıb gəmilərə yol açırlar. Okay. Azərbaycanlıların bu tərcümə eləyib, bəzi terminlər var. Termini niyə tərcümə eləyirlər, mən anlamıram. Məsələn, beyin fırtınası, üzüm salxımı, klastra nə deyirlər? Yəqin üzüm salxımı demirlər. Cluster saxlayarlar. Hold my horses. Hold, bəli. Hold your horses. Əslən, my yox. Məndən geçsin, my deyəcəm. Səndən geçsə, sən deyərəm. Hold your horses. Bəli, burada example-da da var. İndi arkadaşlar, əvəzlik asandır. O görə əvvəla elə buradan başlayaq. Leksikdən başlayırıq, birdən başlayaraq. Kiminlə sualı varsa, bir baxaq. Mənə də maraqlıdır. Ülkə xanım, salam, nasılsınız? Buyurun. Salam müəllim, axşamınız xeyir Salam. olsun. Hello. Siz necəsiniz müəllim? Çox sağ ol, çox təşəkkürlər. Buyur. 9'dur bir dənə. 9'da aynen Y-də mən problem yaşadım. O bizlərə özüm sonra baxdım, başa düşdüm. Baxın 9'a deməli 2 dənə rəqəm söhbəti gedir burada. Bəli. Bir müəllimə yazıb ki, məndə də 9'dur, Nərgiz müəllimə. Okay, oxuyarıq. Birinci 4'dən başlayırıq. Deməli, 4'də nədir? Saat 3'də təxminən arxa pəncərədən, from the back window, bir səs qardiyan nədir? Gözətçini oyatdı. Tamam, hər şey okeydir. 6. By the time the alarm went off, yəni alarm işə düşənə qədər, bu went off işə düşməkdir. Nə deyəsən, səhv eləmirsən? Bəli, işə düşmək. Qardiyan nə elədi? Gördü ki, nəsə kamerada bir hərəkət gördü.
Bəli. Okay. Security guard, o gözətçi, tez Polisə zəng polisə vurdu. zəng elədi. İndi A-nı sonra Y-ni oxuyacaq. 3. Ofisərlər gəlmədən öncə intruder yoxa çıxdı, yəni qaçdı. 3. Sonra 2. It was the third time that week someone had tried to break into the electronics store. Yəni üçüncü dəfə idi ki, kimsə bu elektronika mağazasına girməyə cəhd eləyirdi. 2 və 5. The shop owner was clearly frustrated and demanded stronger protesters. Bu 2 olsun, bu da 5 olsun. İndi bu 5'ini Mən elə oxuyacağam. bir fərq görənmədim ay mənim. Bəli. Tələsmə, hələ altını oxumamışam baş. Bəli. Y-də Y-nin də oxuyuram. Tez polisə zəng elədi. Yoxsa Y-ni oxudum mən. Bircə dəqiqə. Yo, A-nı oxuduz A-nı deyəsən oxudum. müəllim. A-nı Tamam. oxuduz. Tamam, Y-yə bir dənə baxım. Üçüncü, bu həftə üçüncü də tez polisə zəng elədi. Bu həftə üçüncü dəfə idi ki, kimsə girməyə çalışırdı. Intruder. Cavab A-dır. Yəni- Yenə nədir ki fərq müəllim? Bax, fikir dağınıqlığı var. Üçüncü dəfə idi ki, sən risk itirirsən, polisə zəng eləyirsən. Sonra deyirsən, üçüncü dəfədir ki, kimsə girir. Sonra deyirsən ki, oğru polisdə ofisərlər gələnə kimi qaçdı, aradan çıxdı. Mən də A Bəlkə belə yazmışdım, daha amma Y qəşəng. çıxdı. Məncə də A-dır. Bəlkə belə daha qəşəngdir. Ola bilər ChatGPT insan deyil, ona cavab eləmək normaldır. Ya da o yazandan mən cavabları səhv ötürmüşüm, o da ola bilər. Belə daha qəşəngdir. Polisə zəng elədi. Amma polisdən gələndə bu adam nə elədi? Qaçdı. Yoxa çıxdı. Və burada yaxşı olardı ki, had disappeared eləyərdi. Amerikan, ChatGPT biraz Amerikan stilində yazır. Ona görə fikir vermir çox belə şeylərə. Bu daha məntiqlidir. Yəni polislər gələnə qədər bu aradan nə elədi? Çıxdı. Son olaraq ən axırda belədir ki, üçüncü səfərdir ki, kimsə girməyə çalışır. Xahiş eləyirəm, daha yaxşı qoruyun mənim dükanımı. Yəni bunu, bu 5-i 2-dən sonra demək daha qəşəng çıxır. Düz dedim. Bəli. Bəli. A Allah yazmışsınız. Kim korusun. A yazıbsa A-nı işarələsin. Bunu mən orijinalda düzəldərəm inşallah. Bəli. Sonra Çox sağ olun əməm. Allah köməyiniz olsun. Bu qədər. Buyurun, sağ olun. Səidə xanım salam, axşamınız xeyir, necəsiz? Salam Buyurun. müəllim, axşamınız xeyir. Çox sağ olun. Siz Salam, necəsiz? hər vaxtınız xeyir, çox sağ olun, çox təşəkkür Bir dənə edirəm. 2 də ay müəllim, 2. Deyəsən suallar asan olub, bacı. Bu Bu asan bir qəlizləşdirmək nəcəbsə. lazımdır. Qəlizləşdirmək lazımdır. Burada mən Tamam. C yazmışam, A çıxıb. Tamam, ikisini də oxuyarıq. C yazmışsınız, A çıxır. People should avoid AI systems to protect their personal Avoid data. boyun qaçırmaq. Yəni mətndən boyun belə qaçır. çıxır ki, mətndən belə çıxır ki, insanlar süni intellektdən uzaq durmalıdır. Əgər öz şəxsi məlumatlarını qorumaq istəyirlərsə, AI-dan uzaq durmalıdırlar. Bu məntiqsiz, çünki AI-sız mümkün deyil. A-da deyir ki, without proper regulation, düzgün regulation olmasa, nizamlamaq ya da işi düzgün yürütmək olmasa, AI bəzi ciddi etik problemlərə səbəb ola. Bu ciddi etik problem nədir? Mənim privacy'mi açır, yayır, nə bilim, nə edir. Yəni A məntiqlidir. Amma C-ni, gəlin C-ni tapmağa çalışaq. Bu narahatlıq olan hissələrdə olacaq. Bu bəbə buradadır. Automation, data privacy, ethical use of nə bilim nə. Could lead to misuse or social inequality, nə bilim nə. Müəllimin biri deyir B variantına da baxaq, müəllim. Yaxşı. Despite this challenge, government and tech are working on framework. Regulate sözü burada. Bəli. Yəni bu çətinliklərə baxmayaraq, hökumətlər və texnologiya kompaniyaları müəyyən framedə, sistemlər məsuliyyət üzərində işləyirlər. Bəli, bunu nə eləsinlər? Yəni bu könüllü qaydaya salsınlar. Cautiously, bəli, regulate eləsinlər. İndi burada bunu feil kimi verib, aşağıda bizə isim kimi verə bilər,
söhbət kimi belə belə fərqi yoxdur. Yəni tema eyni temadır. Hı hı. Anlatabildim mi? B-yə də bax, B heç əlaqəsi yox. Çünki deyir ictimaiyyət, yəni insanlar daha AI-ya güvənmir. İkinciyə baxırdıq ay müəllim, ikinciyə. Ha. İkinci sual. AI-ya əsaslanan, yəni artificial intelligence, süni intellekt əsaslanan Tamam. sistemlər tezliklə Gələcəkdə tamam. insandan ibarət olan işçiləri neynəyəcək? Köhnəldəcək. Yəni daha insanlar işləməyəcək. Ancaq AI onların yerini tutacaq. Belə deyim. Burada elə şeydən getmirək söhbət. Burada elə bir şey yox. Gəl yenə də yoxlayaq. Alexa var, Siri var. Siri iPhone-da da, Alexa hardadır bilmirəm. Data, decisions, make expert. Bax, işin avtomatlaşdırılması. Men worry about issues like automation, privacy. Amma burada demir ki, yəni insanların əlindən alacaq işlərini, insanlar artıq obsolet olacaq, yəni geridə qalacaq, köhnələcək, artıq bunlar işlədəcək. Yəni burada elə bir şey yoxdur, məlumat yox. Hı hı. Sadəcə deyir ki, bu automation, yəni tam avtomatlaşma kimi şeylər, məsələn, YouTube automation da var. Sən atırsan ora, YouTube sənə pul gətirir. Yavaş-yavaş təsir eləyir də, Hə. tamamilə yox. Bu, yəni direkt burada demir insanların işini əlindən alacaq, özə tezliklə. Yazıb tezliklə. Özə completely deyir. Müəyyən sahələrdə ala bilər, məsələn, müəllimlər. İngilis müəlliminə daha ehtiyac qalmayacaq. Məsələn, 3 ilə, 5 ilə, 10 ilə. Tərcüməçilərə ehtiyac qalmayacaq. Mühasibə, heç nəyə, çox şeyə ehtiyac qalmayacaq. O başqa. Amma oradakı completely deyir. Completely. Hər bir sözə fikir vermək olar. Burada completely sözü nə idi? Yox idi. Keçmirdi bu da. Başqa yerdə də baxım görüm necə elə bir şey varmı gözümə dəymir. Sadəcə deyir ki, filan şeylərə görə narahatlıqlar var, amma demir insanların işini, gücünü tamamilə əlindən alacaq. Sonra? Yox, day müəllim, bu qədər. Eşq olsun, eşq olsun. Sertifikasiyada da bu tipli düşər də müəllim yəqin elə. Bəlkə də bundan asan olar, bilmirəm, amma yəni keçən il o qədər asan olmuşdu ki, Bu il çox çətin. demək olar 2 nəfəri xatirimdədir. O 2 nəfəri çıxsam, yerdə qalanlar, yəni mənə məlumat verənləri deyirəm, 50-ni keçmişdi. Bəli, ikisi elə bizimki idi. Hə? Bəli. Hansı? 50-ni keçənləri deyirsiniz? Bəli, bəli. Biri 54 idi, biri 57. Aşağı, hə, tamam. Hə, Sağ olun, müəllim, bu qədər. Sağ olun, sağ olun. Sağ olun. Sağ olun. Aytaç xanım, selamun aleyküm, axşamınız xeyir. Sizə how are you deyək. Salam müəllim. Buyurun. Salam. Axşamınız xeyir müəllim. Müəllim, mənim suallarım sizin düzü testdən idi, o biri testdən idi. Buradan deyil, 2 dənə sualım var idi. Olar Heç mı? də olmaz, əvəzlikdir. Bəli, bəli, bəli. Zaten deyin, buradadır, o da buradadır, narahat olmayın. Aha, biri 26-dır. 1.26 yoksa 2.26, tabii ki şaka yapıyorum. 1.26'ya baxaq. Müəllim, mən bu cümləni başa düşmədim. Niyə? Nə bilim. Söhbət kimdən yazmışam, gedir? amma heç bir fikrim yox. Y yaza bilməzsiniz. Y yazmışsınız. D, B, Bakı. B. Düz yazmışsınız da. Deməli, burada söhbət Dickens'dən gedir. Cavab Düzdür. açıqı baxın. Baxın. Hə, sorry, cavab A'dır. A'dır, sorry. Gəl B-ni niyə səhvdir onu deyim, sorry. Buna fikir vermədim. Creative genius. Genius nə deməkdir? Dahi. İsimli sifətdir. Sifət. No. İsim. İsimdir. Hı. Bax, ona görə. Bu isimdir. Him də ismi təyin eləmir. Yəni onun, yəni özünün dahiliyindən gedir, nədirsə, kreativ dahiliyindən danış. Yəni təbii ki, burada his vermək daha məntiqlidir. Söhbət də insandan getdiyinə görə itselfları da çıxdım. Qaldı A, D, elə A-da qalır. D-də də ikinci səhvdə gələndə yenə his, yəni isim tələb eləyəcək. Onunki deyəndə də bilmirik söhbət nədən gedir.
Himself, yəni özünü, yəni onun özünü nə elədi? Bunun dahilinin, nə bilim, məhsuldarlığı onun özünü, yəni Dickens'in özünü çevirdi dövrünün ən məşhur yazarına. Yəni himself, onun özünü. Onda cavab nə qaldı burada? Himself yoxdur, onun özü him kimi götürürlər. Hanımıdır cavab? A variantı, sorry. A gözümdən yayınım. Bu da ola. Onu, Mən yəni biraz onun qəliz özünü. gəldi də bu. Düzdür. Mən nəsə qəliz gəldi bu test biraz. Yox, qəliz deyil əslində. Burası biraz diqqətlə baxmalar. Burada əsl söhbət Dickens'dən gedir. Burası bunu ayırır. Deyir ki, bir cavan adama çevrilir. Yəni, atıram, böyür, yakışıklı bir gənc Özü özünü oğlan. çevirir onda. Necə? Özü özünü çevirir də belə çıxır. Düzdür? Məna olur. Yox, Mən mənasını tuta bilmirəm. Tərcümədə oturtdura bilmirəm. Yox, tərcümə eləmir. İngilisdən Azərbaycan dilinə tərcümə eləmir. Dickens grew into a young man. Dickens böyüdü, cavan bir oğlan oldu. Buna qədər aydındır. Aha. Sonra deyək ki, bax, o young man, çünki təyin budaq cümləsi gəlir. Who, through the sheer fertility of his creative genius. His, yəni onun, həmin o young man'i danışır. Onun kimin, yəni Dickens'in kreativ, yaradıcı dahilinin əsl məhsuldarlığı. Deyək ki, yaradıcılığı. Onun bu yaradıcılığı nə elədi? Transform elədi. Nəyi transform elədi? Yenə də himi, onu, Dickens'i. Yəni kişinin yaradıcılığı, kişinin özünü, yəni himi, yəni onu, Dickens'i dövrünün ən məşhur yazıcısına nə elədi? Çevirdi. Təzdən deyirəm, lap yaxşı başa düşərsiniz. Bir dənə burada Dickens var, bir dənə də cavan oğlan var. Əslində bu ikisi də eyni adam. Cavan oğlanın yaradıcılığı Dickens'i dövrünün ən məşhur yazarına çevirdi. Bu qədər net. Yəni Dickens'i deyəndə söhbət himdən gedir. Himi deyəndə Dickens'i çevirdi. Anlatabildim mi? Bəli, bəli. Başa düşdüm. Eşq olsun. Biraz çətin də olsa başa düşdüm. Bir də mənim Gələn 66. şeylər. Aha, 66. Buradakı most əvəzlik, yəni əvəzlik kimi də işlənir o. Determiner kimi də işlənir. Ondan sonra heç vaxt article ya da nə bilim, başqa determiner gəlməz. Düzdürmü? Aha. Sonra eyni ilə həmin o əvəzliyin qabağında biz yenə də nə vermirik? Article vermirik. Əksər ya da bir çox deyək də, bir çox uşaq neyniyir? Ice cream'i sevir. Genel danışır. Fikir verirsiniz, ice cream'in də qabağında article olmadı. Söhbət general, yəni ümumi danışır. Ümumi danışanda deməli biz most people'dan danışırıq. Bu da many ilə ya da matchın üstünlük dərəcəsi the most'dan da danışmırıq ümumiyyətcə. Most children. Bir çox uşaq ya da əksər uşaq marojnanı sevir. Yəni bu most'un Orada Z deməli. Most of the children olacaq. Most of the children olmalıdır C-də. Yox, bacı. İstəyirsiniz most of the children desəz, tanıdığınız, bildiyiniz uşaqların əksəriyyəti deyirsiniz. Ümumiyyətlə most yadda saxlayın. Direkt özündən sonra ismi təyin eləyə bilir. Həm cəm isim, həm də sahibi. Yəni hal-hazırda bir dənə qarşısında Z artiklı olmamalıdır. O artiklı sildim. Ondan sonra düzdür. Yəni many children deməkdir. Most children, many children deməkdir. Anlatabildim mi? Bəli, başa düşdüm. Bir çox uşaq, yəni bizdəki kimi də əksər uşaq, bir çox uşaq marojnanı sevir. Yəni children burada qabağına ya da mostdan sonra çevirmək ehtiyac yox. Of versəydi, bəli, ofdan sonra mütləq determiner vermək lazım idi. Yəni siz deyən onda olmalı. Of yoxsa problem deyil. Hə, siz bəlkə də C-ni deyirsiniz. Bilmirəm, mən B-də idim hələ. C variantında bəli, burada article olmalıydı. Siz C-ni deyirdiniz? Bəli, onu deyirdim. Hə, mən B-də idim, sorry. Sonra gəldim D-dən Y-yə. Yenə Y variantında eyni B variantında olan bir dənə aşıqqa var. O nədir? Z most məsələsi. Z Bəli, yenə də ümumiyyətcə bu mostun qarşısında nə etməyəcəyik?
most'u, both'u, all'u. Bundan qabağında artikel verməyə ehtiyac yoxdur. Qalır onda D variantı. Sonra? Aha, aydındır müəllim. Çox sağ olun. Başqa sualım yoxdur. Tamam. Təşəkkür edirəm. Buyurun. Siz sağ olun. Ey Vüsale Hanım, privet, salam, nasılsınız? Salam müəllim, yaxşı olasınız. Siz necəsiniz? Salam. Çox sağ Salam olun. vermək Yaxşı istədim olun. sizə, canlı. Nedir? Deyirəm, salam vermək istədim canlı. Ha, eşq olsun, eşq olsun. Teşekkür Deməli, ederiz. mənim o leksikdən 9-daydı səhv. Səhv deyəndə ki, Aha. yeni yazmışdım. Yox, buradan deyil, Bəli. leksikdən idi. Da müəllimlər dedi, qulaq asdım ki, o bir variantdır da. Bəli, bəli. A ilə i arasında qalmışdım, A çıxdı. Aha. Ha, amma belə bir güclü bir səhv görmədim də orada. Prosta A-nın qarşısına sual qoymuşdum ki, yəni bu da ola bilərdi. Böyük bir Valla səhv. mənə görə A daha qəşəng. Hə, yəni ikisi arasında qaldım. Onda A götürdük də Çünki cavabı. polisi deyib dalınca elə polislə bağlı danışmaq lazım. Yoxsa ortaya başqa tema atıb sonra təzədən polis demək biraz məntiqsizdir. Mhm. Hə, müəllim, burada bir dənə o səhvim idi. Bir dənə səhvim çıxıb, Aha. nəcəbsə. Eşq olsun. Asan idi bu dəfəki Eşq olsun. test. Deməli çətinləşdirmək lazımdır. Bəli, müəllim, çətinləşdirin. Yaxşı. ChatGPT-yə deyəcəm, qaqa, mənə biraz çətin sualdır dərsin. Heç bir şey. Yaxşı, müəllim, çox sağ olun. Sağ Gecəniz olun. Canlı salam verdiyiniz üçün mən də sizə canlı sağ ol eləyirəm. sağ olun. Gecəniz istəyirəm. Sağ olun, sağ olun. Ey Ülker xanım, selamun aleyküm. Nasılsınız? Salam ay müəllim. 21-ə Salam. baxaq zəhmət olmaz əvəzlikdən. Baxaq. Qoy bəri başdan deyim, ola bilər kimsə gözləməz çıxar. Gələn dərsə sınaq atacağam. Siz C yazmışdınız da qəbulu. Bizim qəbul 2-3 sualı dəyişmişdi, düzdürmü? O günlərdə. Bəli. Hə. Öz hazırladığım bir dənə sınaq var. Oradan şeyləri Merhaba. azaltmamışam. Azaltmışam, tam 17 eləməmişəm. Yəni nəzərə alarsınız. Qrammatik suallar sayı 17. Prosta bilmədim də nəyi silib. Adam deyir bu da qəşəng mövzu, o da qəşəng. Nəysə. Hələ ki 17-dən biraz çoxdur orada qrammatik, amma nəysə inşallah yazarsınız. Hə, buyurun. Əmən, burada B-ni mən niyə səhv olduğunu başa düşmədim. Videoya da baxdım, yenə başa Beni düşmədim. baba indi mənə də görün. B niyə səhvdir? Bu Novea'ya görə səhvdir də. Orada Novea Bəli. olmamalıdır. Amma Novea niyə yox. olmalıdır? Novea. Novea, bəli. Hə. Bacı deyir şəhər o qədər balacadır ki. Sən tanıdığın adamlara səncə tez-tez rast gələrsən, yoxsa gec-gec? Şəhər çox balacadır. Onda tez-tez rast gələrəm də şəhər balacadırsa. O da belə çıx ki, hara gedirsən get, tez-tez qabağına tanıdığın adam çıxacaq, yoxsa heç yana getməsən, qabağına tanıdığın adam çıxar. Heç yerə getmədən. Bilmirəm, He? beynim yandı. Beynim yandı, bilmirəm. Bacı, heç yerə getməsən, qabağına tanıdığın adam çıxar, başına dön. Yox. Burada sən niyə bunu belə götürsən? Heç yerə getməsən, oturum evimdə qabağıma adam çıxır, tanıdığım adam necə çıxa bilər? Heç yerə getmirsənsə. Hə, başa düşdüm. Noveri dəyişib, onu eni ver. Yəni hara gedirsən, get. Niyə Gələn ki, yerə. şəhər o qədər balacadır? Hara getsən, get. Qabağına yenə tanıdığın deyir, adam çıxma ehtimalı var. Bəli. Bir də burada Y Bəli. variantında, Ayman, burada sam veriblər də. If olan tərəfdə eni verə bilərik. Problem Amma yox. deməli, Problem bir şey yox. yoxdur. Problem yoxdur. Əlavə Bəli. biraz da information lazım olsa, eni də versən problem deyil. Enini versən, yəni hər hansısa ümumiyyətlə nəsə bir şey lazım. Bu da yəni əlavə biraz demək istəyir. Samın burada mənası biraz. Düzdür, biz informasiyanı sayırıq da, onlar saymır. İndi təsəvvür et ki, biraz da yemək lazım olsa, bir qədər də yemək lazım olsa, belə deyirəm də, biz biraz bir qədər işlədə bildim sözlər. O anlamda, yəni problem yoxdur burada. Bəli. Bir də 63. Şu. Buyur bacı.
63-də də ikincini soruşacaqdım ki, orada da ADəni niyə işlədirik biz? O axı biz İndi iki dənə mən şeydən danışanda işte. niyə işlədirik, yoxsa işlətmirik? Hə, niyə işlətmirik? Yəni onu soruşacaqdım. Bəli. Yaxşı. Ona görə də mən də sənə sual verir. The other-ı niyə işlədirik ümumiyyətlə? Ya da nə zaman İki dənə işlədirik? özüm başa düşdüyüm kimi deyim, yəni iki dənə əşyadan, şəxsdən falan Hə. danışanda birini deyib digəri deyəndə ADəni Hanı bəs? işlədir. Birini iki dənənin harda göstərmisən? İkinci cümlədə iki dənə Şey- hanı bəs? Hə. 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 Sən bu Hə, o yox. the other səndə müəyyən bir əşyadan danışırsan. Çünki qabağında the article Bəli. var. Məsələn, iki dənə pişiyim var. Biri qaradır, o biri ağ. O biri deyə bilməyim üçün müəyyən bir nədənsə danışmalıyam. Müəyyən. Düzdür? Bəli. Müəyyən nədir? Pişik də. İki dənə pişiyim var. Mən bunu müəyyən elədim. Sonra dedim biri qaradır, o biri digəri ağ. Hamı oxuyan da bilir ki, müəyyən nədənsə danışırıq, o da pişik. Gəl o burada müəyyən nədənsə danışır, yoxsa qeyri-müəyyən nədən danışırsan? Arılar deyirsən, arıların müəyyən olduğunu sübut elə görüm. Hə, Sən də mən başa artikeldən düşdüm. Bəli. Bir də keçmirsən ki, mən tələsmə. Cəm və sayılmayan Bəli. isimlərin qarşısında artikel olmayanda qeyri-müəyyən, yəni ümumidir. bəli, Ümumi ümumi olan mənada. bir şey sən the others eləyə bilməzsən. Yəni dünyadakı bütün arılardan danışırsan. 2 trilyon arını dedin, içindən 2 dənəsini çıxartdın. Biri bu yana, biri o yana. Belə şey olmayacaq. Mümkün deyil. Desəydin 2 dənə arın var. Ya da nə bilim, biri bir çiçəkdən, o biri çiçəyə gül daşır. Dünyadakı bu qədər arı 2 dənə çiçəkdən çiçəyə birindən o birisindən gül necə daşıya bilər? Mümkün deyil. Oraların fikirləşdən, ha bacı. Bəli, Az əmim, bax, bəli. bu uzaq şəhərə az bax. Müəllim, uzaq şəhərə baxmıram. Niyə bu şeydə shortslarda zətdə paylaşırlar? Niyə baxmısan? Nəysə, davam eləyək. Ay mən 5-ci sualda bu dresin nədir o qayıdış əvəzliyi ilə işlənməsini mən başa düşə bilmirəm. Bəli. Özü bunu Azərbaycan dilində də belədir. Bir sual verəcəm. Bəli. Sən yemək yeyirsən, bacı, çox üzr istəyirəm. İndi sənlə bacı zət belə danışaq. Yemək Bəli, yeyirsən bəli. ümumiyyətlə. Bəli. Özün yeyirsən. Bəli. Görsən burada özün niyə işlətmirəm? Niyə işlətmirəm? Çünki onsuz da özü, hamı özü yeyir də, ona görə yəni Kimlər özü yeyə bilmir? Bax, bu cümləmə fikir ver. Azərbaycan dilindən danışıram. Kimlər özü yeyə bilmir? Bu cümlə düzdür, səhvdir? O düzdür də, mən kimlər özü yeyə bilmir, onu vurğulamaq üçün deyirik orada ki, yəni kimlər yeyəmir özü. Gör, bu qız özü paltarını geyə bilir. Bu cümlə səhvdir yoxsa düzdür? Hə, bu düzdür onda, bəli. Demək ki, orada biz bir şeyi vurğulayırıq vurğulam, bunun məqsəd burada vurğulamaqdır. Mən bunu eləyə bildiyimi göstərirəmsə, qayıdışı verə bilərəm. Eləyə bilmədiyimi də göstərmək istəyirəmsə, yenə qayıdışı verirəm. Azərbaycan dilində necə istifadə edəcək, ingiliscə də eyni şeydir. Deyir, yekəlib, böyüyüb, özü yeyə bilir. Anlatabildim mi? Yoxsa bunu mən 20-30 yaşında bir adama necə ayda verirəm? Onun sözü geyinir də. Nənəsi geyindi mi ki? Anlatabildim mi nə demək istəyirəm? Bəli. Yəni orada kontekstdə fikir verəcəyik. Sonra? Bəli, müəllim, çox sağ olun. Lütfən vaxtınızı aldım bu qədər. Vətən sağ olsun, buyurun. Ey Ruzigar xanım, nasılsınız? Bəli, uzaq şəhərin əsas fanatlarından biri təqdimatınızda. Buyurun Ruzigar xanım. Tamam müəllim. Xeyr Ala. müəllim, mən də baxmıram uzaq şəhərə. Baxın da, baxın. Ona görə deyirəm. Mən burada reklam edirəm. Vaxt Buyurun. olur ki, mənim dərslərdən. Vah, deməli baxmaq istəyirsiniz. Heç sizdən gözləməzdim. Yo, baxmaq Evet, evet. istəmirəm, ümumiyyətlə vaxt olmur. Məndən yəni qəşəng istəmirəm. adamı şərləyən olar. Davam eləyək. Mənim düz izahlarını vermisiniz. Yəni soruşmağa da belə insan bitər olur ki, Yo, izahını deyin də, vermisiniz. deyin. Amma 34-ə baxa bilərik mənim də. Bəlkə izahda fransızca danışıram, o da ola bilər. Yəni həyat davam eləyir. Bəzi yoldaşlar məsələn qoşulur dərsə,
dərsin izahını heç dəyə baxmır, gəlib bura qoşur, deyir, heç də başa düşmədim. Yo, mən izaha baxıram. Yox, sizi deməyəm. Ümumiyyətlə o bəzi arkadaşlar o menecerə Aytan xanıma şikayət eləyir. Aytan xanım deyir, bəs atılan dərsi zaten heç də oxumanız deyir. Yox. Nədən başa düşərsiniz? Hə, buyurun. Bu çox asandır. Mənim burada cavab deyildim. Amma nəyə görə, yəni mən belə yəni bu sual verirəm. Orada xəbər İndi mən onu xəbər izah eləyəcəm sizə. Narahat olmayın. ona görə. Siz indi həqiqi cümlənin nə olduğunu görəcəksiniz. Buyurun. Sizin cümləniz budur. İndi mənə deyin görüm, birinci tərəfə nə verərsiniz? Gizli görüş. Secret O meeting. tərcümə niyə edirsiniz? 3 nöqtədən sonra cəm isim gəlib də nə verərsiniz? Aha, cəmsin. Hı. FU olar, many olar. Few olar, many olar, a good many olar, great deal olmaz. Aha, Van'ı verə bilmirsiniz. Çünki Van'ın xəbəri tək olmalıdır. İkincisi Van of-dan da Bəli. sonra determiner olmalıdır. bəli, B, D, Y arasında qalsınız. Razısınız? bəli mən. Bu sizin baş cümlənizdir. Bu başqa şeydir. Siz sadəcə qarışdırmısınız. Orada bir baş cümlə var, bir də budaq cümlə var. Aha, İndi ikinci tərəfdə də speculation sözü var. Görürsünüz onda sonunda SMS heç nə yoxdur. Var yoxsa Bəli. yoxdur? təkdədir. Yoxsa deməli sayılmır. Saymayan Bəli. ismində qarşısına FU-nu neyə bilmirsiniz? Verməyəcəyik. Bəli, plenty-də Plenty-də ofsuz ismi ofsuz. təyin eləyə bilmir. Nə qalır? D qalır. D qalır. Sizsə zənn eləmişsiniz ki, burada secret meetings'in xəbəri həzhətdir. Bəli, mənim ona görə. Görürsünüz, bu cümlədə 2 dənə xəbər varsa, həmişə yadda saxlayın. Sadə, primitiv bir şey deyirəm sizə. Aha, Birinci tərəfdəki mübtədanın xəbəri həmişə ikinci xəbər. Çünki ortaya girən təyin budaqdır. bəli, mənim. Anlatabildim. Onu götürəndə hər şey aydın olur. Aha. Next. Çox sağ olun. Bu Xoş qədər mənim elə bu idi. Elə bu. Leksikdən də yoxdur. Deməyin ki, yazmamışım. Leksikdən var idi. O digər müəllimələr dediniz, onlar yəni izah gördüm. Vallahi bir dənə, 2 dənə test izah elədim. Heç bir şey. Elə onlar Can idi sağ ol. mənim. Tamam, demək ki, biraz sualları çətinləşdirmək lazımdır. Başqa variant yoxdur. Heç nə, Daha düzələr. doğrusu mənim bir dənə səhvim var idi. Onu da izah elədiniz. Heç bir oradan. şey. Heç bir şey. Yaxşı, Narahat mənim. olmayın. Sağ olun. Sağ olun, sağ olun. Müəllim, mən anlamadım burada. İzah etdiyim testi atardım. Yəni atmışam, təzədən onun nəyini atım anlamadım. Bir dənə əvəzlikdir, adı pronoundur, digəri də leksikdir. Başqa heç nə yoxdur orada. Qeyri-adi. Yəni ikisi də qrupdadır. Nərgiz xanım, bax sizin bu sözünüzdən şikayət eləyirəm. Allaha şikayət eləyirəm ki, Nərgiz xanım tənbəllik eləyir. Sözlər çox deyil. Zaten o sözləri siz bir partiya, siz qutarmışsınız, siz proqramı qutarmışsınız. O sinif sözlərində var o sözlərin 80-90%. Nərgiz xanım. Anlatabilirəm nə demək istəyirəm. Sözlər elə o qədər olacaq. Hələ mən özüm sizin üçün onları elə çox çıxartmışam ki, siz əziyyət çəkib bir də söz axtarmayasınız. Ona görə. Yoxsa mən orada 10 dənə, 5 dənə verim, yola verim, geçsin. Mümkün deyil. Tamam mı? Oxumaq lazım. Bayaq sizə dedim, o sözü mən sizə eşitdirmək üçün dedim ki, bizim problemimiz sözdür. Ona görə sözlə bağlı xahiş edirəm, heç kəs şikayət eləməsin, narazılıq eləməsin. Söz bazamız az olduğuna görə arkadaşlar, bizim imtahan nəticələrimiz aşağı olur.
Ne eləyirsiniz? Eləyin, bunu artırın. Yəni mən bu testləri yazmaq üçün vermirəm, dostlar, gözəl insanlar. Bəli, təkrar soruşacağam. Sinif sözlərini, bir də əlavələr də özüm leksiklərdəki kimi verəcəm. Bu testləri, bu leksik testləri mən sizə gedin yazın, gəlin deyə vermirəm. Ya da hamısını düz yazın. Heç bir mənə marağı yox. Mənə də sizə də maraqlı olmalıdır ki, siz oradan söz öyrənirsiniz. Ona görə bunu sizə verirəm. Bir də orada testi eləyəndə praktik vərdiş yaranır. Budur. Yoxsa istəyirsən hamısını düz yaz, istəyirsən səhv yaz. Bu heç nə dəyişmir. Tamam mı? Heç mən orada sizə sözlərin mənası verməməliyəm əslində. Gedin özünüz çıxarın. Anlata bilirəm nə demək istəyirəm? Özünüz söz axtarıb, çıxardıb, yazıb öyrənməlisiniz. Əslində leksik materiallar buna görə verilir sizə. Siz də baxmayın. Tamam, özünüz çıxardın. Nə problem var? Bilmədiyiniz nə söz varsa çıxardın. Burası sizə biraz əziyyətli olacaq da, vaxt aparacaq. Ya da götürün, PDF-dir də atıram, copy eləyin, atın ChatGPT-yə, ChatGPT sizin üçün çıxarsın. Mən elə eləmişəm. Anlatabildim mi? Amma bayağı da vaxt gedir də, yəni onu düzənlə, yaz, saçrovka elə, orasın, burası, hər nə. Yəni sizə görə. Tamam, ona görə çox xahiş edirəm. Əsas sözə üstünlük verin. Çünki qrammatikal sayı azaldığı üçün demək ki, bu testlər balımızda bunlar verəcək. Ona görə xahiş edirəm, bu məsələ burada kapansın artık. Ya uzak şehir, ya uzak şehir. Arkadaşlar, kimin sual varsa elin kalsın. Yoksa 11 dakika neçə saniye sizi tez bırakacağım. Gramatik sualların sayı 17'ye düşüb. 17 tane. Belə. Bu il neyinizi eləyin. Çünki ola bilən növbəti illərdə inşallah. Növbəti əvvəl 25 il, sonra 22, sonra 17 olur. Növbəti illərdə ola bilər ki, ümumiyyətlə mix söhbəti yığışdırılsın ya da fərqli bir şəkildə olsun. Hələ ki, asandır. Girmək asandır. Düzdür, vakant yer az olur, amma yenə də, yəni proses baxımından, prosedura baxımından deyirəm. Sabah listening də gələ bilər, sabah daha böyük, daha məntiqli readinglər gələ bilər, writing gələ bilər, essay yazmaq gələ bilər, müsahibədə əməlli başlı speaking ola bilər, mövzu verər. Gəlin bunu burada danışın. Metodika falan getdi. Gəlin burada bu mövzunu sənə 3 dənə, 5 dənə mövzu verər, qabağa çıxardar, birini danış. Anlatabildim mi? Bəli, elə də olmalıdır. Yəni, yoxsa hamıya, kurikulum belə gəldi, beyin fırtınası elə getdi, tufan belə gəldi, salxım belə getdi, boş-boş şeylərlə cəmaatın başına alırlar. İdman müəllimi də eyni şey keçir, İngilis müəllimi də eyni şey keçir. Ona görə neyini siz eləyin, indidən oxuyun, əziyyəti çəkin, gedin, qəbul olun. Yaxşı arkadaşlar. Kimin? Başqa? Bəli, sertifikasiya düzdür, bundan daha rahat olacaq. Amma sertifikasiya zaten MİQə baxanda nisbətən daha rahat. Orada kim sertifikasiya hazırlaşırsa, məktəb sözlərini yaxşı öyrənsin. 1-dən 11-ə qədər. İndi aşağı siniflər asaddır da, 8-11. Bir də İngilisin test toplusunu daha yaxşı işləsin. İmtahanlar L-da olur. N ya da iyulun əvvəli xəbər olur. Ümumiyyətlə, N-da biləcəksiniz. Tamam arkadaşlar. Arkadaşlar, bu ildən dəyişib o 17 dənə qrammatika endirildiyinə görə heç kim bilmir mətn neçə dənə olacaq. Yəni, oxuyub anlama üzrə sual 15 dənədir. Leksik, yəni sinonim, antonim, idiomlar falan filan, definitionlar, bunlar 8 dənədir. Onu özləri təyin eləyəcək. Onu heç kim deyə bilməz. 2 dənə mi mətn olsun, 1 dənə mi mətn olsun. Məsələn, mən növbəti sınaqda işləyəsə, orada 5 dənə, 1 dənə mətndən 5 dənə sual qoymuşam. 2 dənə xırda mətn qoymuşam. Hərəsinə aid 1 dənə balaca sual qoymuşam. Anlatabildim mi? Yəni belə, bəlkə gətirəcək 2 dənə yekə mətn verəcək, hərəsinə 5 dənə sual verəcək. Yəni onu heç kim deyə bilməz necə olacaq. Çünki şey vermirlər, model yoxdur. Sınaq da eləmirlər, onu da heç də bilmir. Ancaq imtahan olanda biləcək ki, neçə dənə düşdü. Belə. Kimin başqa sualı var?
Səhv düzü aparır, bəli. Səhvin düz aparmağı yaxşıdır. Yoxsa hamı 100 balı keçər. Heç kimin sualı yoxdursa, haqqınızı helal eləyin. Deyəm ki, uzaq şəhəri vermirlər. Tanımaq lazım. Səhv edirəm, uzaq şəhərə zara baxmıram. Sağ olun arkadaşlar. Haqqınızı helal eləyin. Özünüzdən müğayət olun. Dərslərinizi yaxşı oxuyun. Gecəniz xeyrə. Sağ olun.